İyunun 10-da Milli Paralimpiya Komitəsinin rəhbərliyi Roma Grand Prix-sində və Almaniyada keçirilən Prezident Kubokunda uğurla çıxış edən para-taekvondoçularla görüş keçirib. Milli Paralimpiya Komitəsində baş tutan görüşdə yarışlarda ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan para-taekvondoçular İmaməddin Xəlilov, Sabir Zeynalov, Amin Əliyev, eləcə də milli komandanın baş məşqçisi Fərid Tağzadə iştirak ediblər. Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub. Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov idmançıları əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə Milli Paralimpiya Komitəsi Prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər. Dost TV komandası olaraq görüşdən sonra medal qazanan para-taekvondoçularla həmsöhbət olduq. Onların yarış təəssüratlarını, əldə etdikləri uğurlar barədə fikirlərini və qarşıdakı yarışlarla bağlı hədəflərini öyrəndik. Birinci döyüşümü qalib gəldim, amma bərk əzilmişdim, dizim şişmişdi. Sonra elə dizim şişir, ikinci döyüşümə çıxdım. İkinci rəqibim son 63 kiloqramda son 2 qat dünya çempionuydu. Son paralimpiya bürünc medalçısıydı. Onunla böyük gərgin keçən döyüşdə 7-7 idi. Son saniyədə bir xal hakim ona verdi. 8-7 döyüş bitdi və mən məğlub oldum. Ondan sonra 2 gün sonra cəmi Almaniyaya biz yola düşdük. Almaniyada döyüşürdük. Mən dizim şişiydi. Sadəcə oradan da medal götürmək istədim. Belə deyim ki, axsayaraq bir döyüş qalib gəldim. Ondan sonra artıq dedim dayanmaq lazımdır. Artıq dizim imkan vermirdi döyüşməyə. Ona görə yarımfinal döyüşdən çıxmadım. Bu il ən böyük özümə hədəf qoyduğum təbii ki, dünya çempionatıydı. Dünya çempionatının özdə 2 dənə Grand Prix var. İlk başlarda istəyirəm ki, sırf ondan 2 dənə qızıl medal götürüb motivasiyamı təmiz qaldırım. Sonra da dünya çempionatında qızıl medalımı qazanım. Mən ora qızıl medal üçün getmişdim. Təəssüflər olsun ki, birinci medala yiyələndim. Gərgin keçən döyüşdə 2-1 hesabı ilə məğlub oldum roundlar arasında. Rəqibim son paralimpiya çempionatının 5-incisi olmuşdur. Əsas hədəflərimdən biri 2028 yay paralimpiya oyunlarına vəsəq qazanıb ölkəmi layiqincə təmsil etməkdir. Bu yarışda paralimpiya oyunlarının qızıl mükafatçısı və gümüş medalçısı var idi. Mən gümüş medalçı ilə yarım final vuruşdum, onu məğlub etdim. Daha sonra Koreyalı təmsilçisi ilə finalda qarşılaşdım və beləliklə qızıl medal əldə etdim. Bu yarışlar bizim paralimpiya oyunlarına lisenziya almamız üçün reytinq xalları verir. Mən orada da qızıl medal əldə edərək 30 xal öz hesabıma yazdırdım. Ümumi reytinq xallarımı hesablayanda hal-hazırda 3-cü yerə yüksəlmişəm, amma belə təxmini nəzər edədikdə dünya reytinq sıralamasında 2-yə düşə bilərəm. Bu göstərdiyim nəticələr də bunu göstərir ki, yay paralimpiya oyunlarına qızıl medala doğru gedirik. İnşallah ki, əlimdən gələnə hər şey edəcəm və fokuslanmışam qızıl medala. Bunun üçün əlimdən gələnə hər bir şey edəcəm.